görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Allah qəbul eləsin, gələn pulları deyim. Miradən Mirbaboğlu, Petrovka, Cəllabad, $100. Allah qəbul eləsin. Bir Allah bəndəsi Cəllabad. Adını çəkilməyini istəmir, 15.000 rubli. Allah qəbul eləsin. Əsəd, Kazakistan, Allah qəbul eləsin, 2.000 rubli. Batır, Dağistan, 2.000 rubli. Allah qəbul eləsin. Zəfər, Türkmenistan, 3.000 rubli. Allah qəbul eləsin. Əflatun, Cəllabad qonşu, 5.000 rubli. Allah bəndəsi 1000 rubli. Ağcabədi, Allah qəbul eləsin. Elşad Sənənoğlu qonşu, 1000 rubli. İnqilab Tat, Quba, 10.000 gönderdi, bir dənə qurban kəsildi, paylanıldı, bir də ustalar pişirildi. Allah qəbul eləsin. Vadər, Təzəxanoğlu, qonşu, 3.000 rubli, Stavropol. Sadiq İntiqamoğlu, Xəlləbət, 5.000 rubli. Allah canlarını sağ eləsin, Allah qəbul eləsin. Hər niyyətə göndəribsiz, Allah qəbul eləsin. Allah şükürlər olsun. Salam, nətərsiniz? Hara gedirsiniz? Sizə Murmansk şəhərindən Eyvaz əminin dostu Səməd 1000 rubli verib, deyir apar onu zəhri ilə Fatış balıya verərsən. Bir də Vəfa bacımız 1000 rubli yollayıb. Hər özə 16 manat pul. Tut bu 10, bu 5, 6 manat. Sənin 16. 10, 15, bu da 1 manat. 16 manat da sənə nəzr eləyiblər. Həmişə pulların, tiflərin pulla olsun, önərlərin rəhmət eləsin. Allah onlara can sağlığı versin, önərlərin rəhmət eləsin, qeyb yerdə olanlar qanunlu bir amanımızaya bağışlasın. Allah bizim başımızın üstünə əksik eləməsin, biz kömək eləyiriz, çox sağ olun. Sağ olun siz də, gedin məktəbizə, gedin. Göyçək balalar. Burada Məhəmməd dayının telefonundan gördük ki, sən bizim üçün pul yığırsan. Allah o nənələrə, babalara can sağlığı versin, dayılara, əmlərə can sağlığı versin. Həm sənə də can sağlığı versin. Çox sağ ol bizim üçün pul yığdığın üçün. Qanım, sən Məhəmməd dayının telefonundan gördük ki, sən bizə pul yığırsan. Nənələrə, babalara sənə can sağlığı versin. Çox sağ ol bizim üçün pul yığdığına. Yaxında biz də evimizdə yatacağıq. Biz səni çox istəyirik. Salam, salam. Gəlmişəm ustalara şirniyyat almağa, çayla içsinlər qoy. Halal xoşlar olsun. Bir otağı paşdı qutarırlar, ikinci otaq qalıb. Salam verin. Kolumuzun taxtasını da almışıq. Usta salam, Allah quvvat versin, Allah köməyin olsun. Gün kuxuna qalıb, onunla da evin içi hamam tuvaletdə birindən qutarır. Allah canınızı sağ eləsin. Allah qəbul eləsin. Kimlə kömək eləyib, Allah köməyi olsun. Ölənləri rəhmət eləsin. Cibinə bərəkət versin. Qərib yerdə onları qorusun. Allah Məhəmməd yəli. Görək axşam sıralarımız nə iş görür. Allah köməyiniz olsun. Sınav var nə yok? Bir qardaşımız da qurban boyun alıb. Allah qəbul eləsin. Bugün inşallah onu həm kasıb ailələrə paylanacaq, həm də burada işlənənlərə veriləcək. Allah qəbul eləsin. Sağ olun İnqilab qardaş, Allah qəbul eləsin, nə niyyət eləyibsən. Bir yandan da Yusuf qardaşın, Emin qardaş Navesin şifrin vurur. Allah qəbul eləsin, bir Navesin şifri də qutaracaq inşallah. Allah hamıdan razı olsun. Kömək eləyənlərin maddi, mənəvi. Allah qəbul eləsin. Maşallah bir dənə polumuz qutardı. Bir otaq hazır. Burada var qapısı.
Usta sayına baxın maşallah. 1, 2, 3, 4, 5, 6, 7. Hələ 8-i görürəm. Allah qəbul eləsin. Allah qəbul eləsin. Keçir ikinci otağa. Biri çovdan alsın. Gecə ilə sağ olsun təmənnasız ustalar. Bilək dəstgahları da buradadır. Polu vurublar. Bu birinci pol. Bu da evin ikinci polu qutardı. Allah qəbul eləsin. Allah köməyiniz olsun. Bugün inşallah yəqin ki eyvanı vurub qutararlar. Sabahdan da patologları başlayarlar. Hər kəsin maddi, mənəvi nə köməyi var, Allah köməyi olsun. Cisminə bərəkət versin. Bu da ikinci otaq. Allah köməkləri olsun. Allah qəbul eləsin.